Uşaqlar davamlı verdikləri suallarla ətrafı və özlərini tanımaq üçün cavablar axtarırlar. Amma cinsi tərbiyə mövzusunda hələ də çox ailədə suallar cavabsız qalır. Halbuki uşaqların sağlam gələcəyi üçün bütün digər məsələlər kimi cinsi tərbiyə mövzusu da həssas və diqqətli olunmalı məqamdır. Uşaqlar özlərini 3 yaşından başlayırlar kəşf eləməyə. 3 yaşından artıq bir fərqliliyin fərqinə varmağa başlayırlar. 5-6 yaşından sonra o ayrımı tam dərk edirlər. Yəni qız və oğlan olduqlarını dərk edirlər. Amma ümumiyyətlə cinsi tərbiyəyə maraq onlarda 9-10 yaşından sonra başlayır. Cinsi inkişafı biz ümumiyyətlə orqanizmin sağlamlığı kimi, inkişaf etaplarının biri kimi dəyərləndirsək, yəni valideyn olaraq bunu artıq özümüz qəbul etsək, o zaman uşağa da rahat yanaşarıq və uşağın da verdiyi suala böyük bir faciə şəklində münasibət bildirmərik. Məktəb psixoloqu deyir ki, cinsi tərbiyəyə uşaqlar kiçik yaşlarından başlamalıdır. Əsas məqsəd uşaqlarda bədəni tanımaq və fizioloji təhlükəsizliyi öyrətməkdir. Bu onları həm emosional, həm də fiziki zorakılıqdan qoruyur. 10 yaşından sonraki dönəmdə qız uşaqlarına ana, oğlan uşaqlarına ata doğru istiqamət verməlidir. İstiqamət verməyəndə nə baş verir? İstiqamət verməyəndə uşaq başlayır, əslində valideyndən almalı olan doğru cinsi məlumatı sosial şəbəkələrdən, digər saytlardan alır. Və təbii ki, o şəbəkələrdə də hər zaman doğru məlumatlar olmur. Bu da uşaqda yanlış fikirlər yaranır. Get-gedə cinsi orientasiyanın pozulmasına qədər gedib çıxa bilir. Endokrinoloqlar isə uşaqların bədənində baş verən dəyişikliklərin təbii fizioloji hadisələr olduğunu qeyd edir. Lakin təəssüf ki, bir çox valideyn hələ də bu dövrdə uşaqlarla necə davranacağını bilmir. Bu da gələcəkdə ciddi problemlər yaradır. Valideynlə uşağın arasında bağ olmur, səmimi söhbətlər olmur deyə uşaq öz orqanizmində baş verən dəyişikliklərdən xəbərsiz olur, məlumatsız olur. Əgər insan qorxursa, bilmirsə, ümumiyyətlə bilmədiyi sferadan çəkinəcək və dolayısıyla psixoloji səbəbdən impotensiyaya səbəb ola bilər, yəni libidonun azalmasına səbəb ola bilər. Məktəbdə və evdə düzgün cinsi tərbiyə uşaqlara yalnız bədənlərini qorumağı deyil, həm də sağlam sosial münasibətlər qurmağı öyrədir. Bu onların özünə inamı artırır və gələcəkdə sağlam münasibətlərə zəmin yaradır. Əgər görürlərsə, uşaq belə bir şeyə maraq göstərir, axtarış yerində belə bir məlumat yazıb, axtarıb, baxır, bunu aqressiya ilə yox, sakit bir təmkinli şəkildə qəbul edib, uşağa doğru istiqamətdə məsləhət verməlidirlər. Cinsi inkişaf mərhələsi, uşaqla cinsi söhbət ilk növbədə başlanmalıdır. Cinsi orqanlarda, ümumiyyətlə orqanizmdəki dəyişikliklərdən, fərqlərdən bunları izah etməliyik. Sonra gigiyena qaydalarını izah etməliyik. Ondan sonra artıq hisslərə keçə bilərik, dəyişikliklərə, yaş artdıqca cinsi həvəsə. Bu mövzular artıq müəyyən qədər son etapda, amma sözsüz ki, konkret bir norma yoxdur. Hər uşağın özünə uyğun bir yöntəm seçib izah oluna bilər.